karışıq yayımlardan birini təqdim edirəm. Burada Nikoş, Sever və Qara'nın yayımı var. Nikoşla Qara hər zamanki kimi öncədən danışılmış qurma söhbətlər edirlər. Mənasız reyting üçün. Nəysə, videoya keçid edirəm. Keçid etməmişdən öncə rica edirəm, videonu like edək, kanala abunə deyiliksə abunə olaq. Öncədən çox təşəkkürlər. Nəzərinizə çatdırım ki, bunun digər part 2-si də mənim digər kanalımda var. Hər iki kanalımda da izləyə bilərsiniz. Təşəkkürlər. Sən sünnət olun günah, sünnət olun. İnsanlar içində qatıl, adam ol. Elə mən insanlar üçün deyəm elə. İnsanlar içində onda axşama hazırlaş gəlirəm. Saat 8-9-un yarısı düzdür? Mən səninlə görüşmək istəmirəm. Sünnət eləməyə gəlirəm sən. Mən deyim səninlə görüşmək istəmirəm. Sözümün canı deyil, nə deyirsən? Qoyun qayçısı ilə. Sözümün canı odur ki, sözümün canı odur. Sözümün canı odur ki, sənin üstündən keçməyə gəlmişik. Necə mənim üstündən keçəsən ki? İzə xoş gəldin. Necə mənim üstündən keçəsən? Səni maşından düşürdüb oynadacağıq. Əl meymunu kimi. Necə maşından düşüb oynadasın, değil mi? Maşının qapısı açılır. Necə açılır da, niyə açılmasın? Telefon qoya bilərsən, çölü çəksin. Niyə? Qapı tərəfdən düşən tərəfdə telefonu içəridə qoya biləcəksən, sən başından çıxart onu. Ay da, bu nə deyir? Ay kişi. Sən mənimlə evlənmək üçün dünyaya gəlmişsən? Sözümü deyirəm, nə deyirsən də? Adam bir belə öz böyüyün. Bak, sözümün canı deyil, uzatma, nə deyirsən, deyə görəm. Sözümün canı odur ki, sənə ərəb rəqsi oynatmağa gəlmişik. Niyə ərəb rəqsi? Niyə ərəb rəqsi oynayayım ki? Mən ərəb rəqsi oynaya bilmirəm. Sən sünnət olunmamısan deyən ona görə sənə ərəb rəqsi oynatacağıq. Sən nə vaxt ki gələcəksən, qara mən sünnət oldum, məndən əl çək, onda sənin adam kimi danışacağam. Eşitdin məni? Nə eləməksən? Bir dənə deyən görəm. Ərəb rəqsi oynatmaq istəyirəm çöldə. Maşından düşürdəcəm, bir dənə sənin üçün ərəb mahnısı qoyacağam, ərəb rəqsi. O necə olacaq? Başa düşmürəm, o necə olacaq ki? Oyun oynayacağıq, udacağıq sən, üstündən keçəcək. Mən sənə oynamaq istəmirəm, məcburda səninlə oynayayım. Dəqiq oynamaq istəmirsən? Məcburam səninlə mən oynayayım. Məcbursan, bəli. Nəyə görə məcburam? Elə mən səni məcbur edirəm. Nəyə görə məcburam səninlə oynayayım? Oyundan çıxıb birdən qaçarsan, gələrəm xırdalana, səni taparam. Gəlməyə ehtiyac yoxdur qardaş, ehtiyac yoxdur gəlməyə. Gəlsəm orada səni tapsam, onda bir gün başqa şeylər olacaq. Başa düşdüm də, lazım deyil, ehtiyac yoxdur. Qaçarsan birdən çıxıb qaçarsan ha. Yox, qaçmaram mən. Deyərsən ki, birdən adı nədir oynamaq istəmirəm zat. Eşitdin məni? Mən cəzadan niyə oynayayım? Mən uçmaq istəmirəm. Səni xoş dillə İslama dəvət eləsəm gələrsən? Qardaş, mən dinimi dəyişmək istəmirəm də. Mənə məcbur niyə deyirsən ki? Əsas din deyil, əsas insanlıqdır. Əsas insanın içində olan mərhəmətdir, qardaş. Din söhbətin bura atma. Sənin içində var o mərhəmət? Niyə yoxdur ki? Allaha min şükür. Dəqiq var. Ha, indi sözümü də görüm nə demək istəyirsən? Başqa içində nə var? Belə qutlar var. Sözümü deyil, qardaş. Qaqa, bəlkə buna maşının təkərini öpüzdürəyin. Sənin başqa deyil, vallahi billahi. Sənin nə maşın təkərində də ki, mən niyə bu qədər alçaldırsan ki sən? Maşının təkərləri var ya, maşının. Oturduğun maşının. Hə. O maşının təkərlərini öpdürmək istəyirəm oynamasan nə olacaq? Oynamasam gələrsən xırdalına. Ha. Lazım deyil, istəmirəm də, xahiş edirəm. Yasamalla xırdalanın arası bilsən ki 5 dəqiqəlik yoldur. Mən də yalandan deyirsən ki yasamal deyim, uşaqlar düzdür yalan. Sən udursan nə edəsən? Mən də udursam, indi elə bir cəza denən ki, görüm razıyam hələ. Qaqa, sən də udursan alnıma lox yazarsan, razısan? Hətta sən bu qədər inkişaf elədin, mənə deyirsən ki, udursan alnıma lox yazarsan. Nə bilim, bəlkə utdun da, nə bilim. Maşın üçün deyil, amma sənə qabaqcadan deyim də, oyunun ortasında deyirəm, sonra şey olur, 500 ata biləcəksiniz. Qardaş, mən bilmirəm, mənim atacaqlar, başvurdım, mən bilmirəm. Ha. Bəs kimə güvənmirsən gəlmisən? Mən bir sözüm düzdürsə, hamıya güvənə bilərəm. Mənə dəstək olan ancaq düz söz danışan, düzgün olan insanlar olar. Gələn var yanında, yoxsa yox? Yox, qardaş, gələm yoxdur yanında. Onda maşını təkərini öpüstürəcəksən. Kişi kimi, bir kişi kimi, şəxsiyyət kimi söz verirsən bizə, eləyəcəksən. Əl çəkəsən, ondan sonra oynasam sənə. Əl çəkəcəm, hə. Cəzanı eləsən. Yaxşı, qardaş, sən udursan neyinə? Sən də udursan. Başında 2 dənə yumurta qırıb alnıma lox yazarsan. Yo, yumurta yox. Yaxşı, alnıma lox. Yox, yumurta qırarıq. Udursan Yumurtanı qırarıq. Yox, udursan alnıma lox yazarsan. Yaxşı. Neçə oyun oynamaq istəyirsən? 3 oyun. Neçə? Qəbul elə. Uşaqlar, bunun maşını təkərini öpüstürəyin. Heç nəyə görə yox, bir dənə müsəlman olmadığına görə də yox. Sünnət olmadığına görə. 1. Nə bilim, Nazım. Uşaqlar, 1400 nəfər, bir dənə başüstə adam, nə olar dəstək olun da. Bir dənə maksimum uşaqlar, bir dənə dəstək olun da, xahiş eləyirəm. Abi eləşdirə biləcəyik ona, abi. Ona maşını təkərini öpüstürə biləcəyik. Mən 500 xaldan oynamazsa, mən ekran tığı ilə oynayacağım. Mən 500... Mən atmayacaqlar, mən nə bilim, Səsin bağladım, qaqa. Səsin bağladım. Bir dənə maşını təkərini öpüstürəyin ona.
Bir dənə 3 qatıdır uşaqlar, 3 qat. Çox sağ ol, qurban olum, çox sağ ol. Mənə kim atacaq? 500 xal mənə kim atacaq? Məcburdur cəmaata mənə borcu yoxdur, qurban olum. İndi 100 gəldin, 400 indi kim eləyəcək ikində, hə? Deyirən az deyib 500 xal gəlməlidir. Orada elə bir papaqlı yoxdur mənə şey, maşın təkərini ötürsün. O papaqlı indi çıxacaq burada, papaqsız qoyacaq səni. Süz eləlün. Çıxart bir nəfər qabağıma. Çıxart bir nəfər qabağıma. Cəzanı elətdir. Lələ sənin komandadır, mənim komandada Lələ yox. Aslında komanda eləlündür. Sən bizimkilərə papaqsız deyənməzsən. Lan dolar çıxarlar buradan elə bir adam çıxar səni papaqsız qoyar. Tələsməyin indi o təkər öpəndə sənə deyəcəm. Uşaqlar getdi gerdi. Uşaqlar çox gerdi yan dol Allaha. Arkadaşlar 7 tane gül lazım. 676 kişiyiz. Ben Aliye teşekkür ederim. 7 tane gül lazım. geleceğim. İsmail teşekkür ederim, sağ ol. Asif teşekkürler. İsmailcan teşekkürler. Of teşekkürler. Keskin teşekkürler. Bir tane daha adamsınız be. Şimdi tamam mı? Şimdi bak. Grafiker teşekkür ederim. Gözlerim ömre bedel tabii. Saçını bile daramamış, saçını bile. Hele konuşmasına bak, ağzına konuşuyor. Evde kalmış kokmuş karı 35 yaşında, bir de 22 yaşında. Yalan söylüyor arkadaşlar. 22 yaşında falan değil. Kimse evde kalmış demesin diye bu öyle davranıyor şu an. 32 yaş, 35 yaşında. 3 katı. 35 yaşında ben 3 böyle katı. Kıramaz, nereye kıracak? Kıramaz. kendine bak ya. İsmailcan teşekkürler. Suratsız. 3 katındayız. Lo. Suratsız karı. Niye Ben udan? aynı korku filmindeki canavarlara içine şeytan girmiş karılar oluyor ya, korku filminde aynı onlara ben. Sen de Keloğlan'daki cadıya benziyorsun, tamam mı? Keloğlan'da cadı yok ki. Keloğlan'da cadı yok. Öyle Var. dur. Yok, yalan söyleme Keloğlan'da. Kızım cadı yok. vardı ya, salak salak. TRT Çocuk'ta ben gördüm. Yok. Yalan söyleme. Keloğlan'da cadı yok. Mevlüt teşekkür ederim. Sağ ol. İsmail'de teşekkür ederim. Vardı. Ya öpücük ederiz arkadaşlar. 700 kişiyiz ya. Kızım vardı ya, şey yaptı böyle. Ya. Bütün köylüleri birbirine katacağım, öyle demişti, yemin ederim. O sensin işte o. Bütün köylüleri birbirine katacağım. O sensin işte. Ben köyde değilim canım, ben Bakü'deyim, sensin köyde. Bak odurtuğumuz. İçine şeytan girmiş, canavar gibi. Senin içine şeytan girmiş. Salak. Hah. Şeytan Şey, giremez bizim içimize. şeytan zaten bak orada. Bak arkadan şeytan geliyor. Baksana. Baksana oradan bir şey. Var burada, bak yan tarafta var burada. Baksana şuradan ağacın altından bir şey çıktı sanki. Bir baksana. Şeytan gelemez orada çünkü ben onunla yayın yapıyorum şu an. Bak. Onunla yayın yapıyorum. Korkmuyor musun? Yürü git eve. Şimdi seni yiyecek. Yeneceğim şimdi seni, bak bekle. Yeneceğim seni. Evde kalmış kokmuş seni. Yeneceğim şimdi. Geliyor. Şeytan girmeyip ta kendisi. Mevlüt teşekkür, öyle yazmışlar. Sana yazdı galiba. Mevlüt çok teşekkür Sen ederim. ne yapıyorsun? Büyü mü yapıyorsun bize? Hı? Yok ya, bu yapmayı bilmiyorum ki. Ya ne alakası var? Bilek niye ötekileştiriyorsunuz ya? Saçma salak konuşmayın ya. Ötekileştirmeyin ya. Normal yayınımızı yapıyoruz burada. Teşekkür ederim ya. Teşekkür ederim. Konuşmayın ya. Ben evde kalmadım arkadaşlar. Nereden biliyorum, ben alnımda mı yazıyor? Evet, alnında yazıyor, ben okuyorum. Ankara'ya selam olsun arkadaşlar. Son 15 saniye kaldı. Vallahi billahi ya, darladınız ya. Ben gidiyorum, tamam mı? Sen kendi haline takıl, geleceğim ben sana sonra intikam almaya, tamam mı? Tamam. Tamam mı? Uslu dur orada, bak bulaşma kimseye. Ezgi'ye gidiyorum ben. Ezgi bir onarıp geleyim. Hadi. Hadi kaybol. Huzurumdan öte git. Bir tane çarpacağım kadına. Ben değil, hadi kaybol. Ben dedi, ama dedi. Ben de sana diyeceğim. Canımı sever. Dudağıma şey oldu da. Kosmetolog elədi. Bir de bak şu an benim kosmetologum bak. Ne kadar pahalı insan var ya. Neyse bir tane kız var. Ona prim vermek istemiyorum da. Ha neyse, yoksa onu laman koymadı prim verim. Yoksa onu sürüyerdim burada. Uşaqlar, mən 2 ildir TikTokda ya. Yəni Allah haqqı deyirəm. Mən heç haqqında heç vaxt gedib direktə gedib cəmaata yazmamışam ki, flancasa niyə bunu elədi? Niyə flancasa yəni bunu? Yəni eləmərəm çünki o şey özümə yaraşdırmıram. Heç kimi də söz demirəm. Yəni başqa heç kim haqqında danışmıram. Gedib mən ay İlqar çaq. İlqar çaqsan. İlqar bizim yerimiz. Nəysə. İlqar yaşayacaq da. Hə. Bir baxıram ki, bir dənə mən WhatsApp-da şey atıblar. Çəkib atıblar. Gedib qız yazıbçı. Nə haqqımda? Sən səfər nə balacadır, səfər nə gündədir, nə bilim yerlə gedir. Siz onun nəyinə, çox sağ olun. Siz onun nəyi ilə əməkdaşlıq eləyirsiniz. Yəni ki, mən şokdayam da, amma şəxsi bax, onda olsun Allaha deyirəm, o qız ağlayırdı, çox sağ olun Ayqa. Ağlayırdı, mən getdim həccə getdim, dedim ki, o mənim keşfətdə qarşıma çıxanda, bəzən insanlar, mən pis oluram, başlayırız, mən çünki mən də ağlamışam, mən də pis günlər görmüşəm, dedim, çox sağ olun. Mənə təsir eləyir, kimsə ağlayanda. Nəysə, getdim Həccə demişdim ki, Həccə, bu qız ağlayır, işə ehtiyacım var deyir. Ya biz bunu götürək də işə. Sən demə o qız pis qız imiş, bizdə də yer yox idi.
İndi o qız gedib mənim haqqımda gedib deyib ki, siz onun nəyi ilə əməkdaşlıq edirsiniz. Hani mən şokdayım, mən heç tanımıram ya onu. Bir dəfə onunla peyko eləmişəm də, yəni həyatımda, amma belə keşfətdə qarşıma çıxmışdı. Həqiqətən insanlar, bəzi insanlar niyə belədir mən bilmirəm, paxıldır.